çox aşağı qiymətlə Bakıxanov qəsəbəsində qanuni 3 otaqlı mənzili sizin üçün təqdim etməyə gəlmişəm, dəyərli izləyicilərim. Bakıxanov qəsəbəsində qaz idarəsi ilə üzbəüz 9 mərtəbəli daş binanın 9-cu mərtəbəsi. Bir dənə məlumatlara xahiş edirəm, diqqətlə qulaq asın. 9-un 9-u qanuni 3 otaq. Əşyaların 90% qalacaq, ev sahibi bəzi əşyaları çıxardır. 90% əşyalar qalmaq şərti ilə qiymət, dəri başdan deyirəm, dəyərli izləyicilərim, 143 min manat. Çox qiymətli. Yəni heç 2 otaqlı mənzili belə 140 minə, 145 minə tapmaq çətin məsələdir. 143 min manata Razində, Bakıxanovda sizin üçün belə bir mənzili təqdim edirəm. Yenə göstərək qardaşım, bura mənzilin zalıdır. Bura mənzilin zalıdır, aradasa 20 kvadrat ölçülərə sahibdir. Evin qazı, işığı, suyu, kommunalları hamısı qaydasındadır. Zalın daxilindən eyvana çıxışı da var. Dəyərli izləyicilərim, indi mənzilimizin yataq otaqlarını, mətbəxini, sanuzel, sanitar qoşlarını göstərəcəm. Bura mənzilin qapıdan giriş hissəsidir. Belə bir eyni Leningrad proyektində olduğu kimi 6 metrəlik koridor sistemimiz var. Koridor sistemli evdir, Leningradda olduğu kimi. Yataq otağını göstərək. Geniş bir dənə yataq otağımız var. Evin qismən təmirə ehtiyacı var, dəyərli dostlar. Amma alıb belə yaşamaq da olar, sərgəli vəziyyətdə olan bir mənzildir. İstilik sistemi, mərkəzi istilik sistemidir. Pəncərəsi, yataq otağının pəncərəsi öz məhəlləsinə baxır, dəyərli izləyicilər. Marşrut xəttinə, məktəbə, bağçaya yaxın bir ərazidə yerləşir. Növbəti bir yataq otağımız. Yataq otağında olan əşyalar da qalacaq. Ümumiyyətcə dediyim kimi evin əşyaların 90% saxlanılmaq şərti ilə qiymət çox münasibdir dostlar. Əmlak saytlarında da baxa bilərsiniz, maraqlana bilərsiniz. Yəni Bakıxanovda yaşayan izləyicilərimiz bilir ki, 143 min manata 3 otaqlı mənzil qeyri-mümkündür. Amma bizdə mümkündür dostlar. Yerləşdirim səhifəyə, bilirəm ki, zəng gələcək, maraqlanasınız ev haqqında. Burada sanuzel, sanitar qovşağımız Leningrad proyektində olduğu kimi ayrı-ayrılıqdadır, gördüyünüz kimi. Sanuzel, sanitar qovşaq ayrı-ayrılıqdadır. Deməli, dəyərli izləyicilərim, burada mənzilimizin mətbəx hissəsidir. Kim alsa Allah xeyir versin, həqiqətən qiymət bugünkü bazar üçün çox münasibdir. Mətbəx mebeli də qalacaq. Mətbəxdən ölçüləri aradasa 14-15 kvadrat ölçülərə sahibdir. Otaqları da göstərdik. Otaqların ölçüləri də normal ölçülərdir. Proyekti eksperimental layihədir, dəyərli izləyicilərim. Eksperimental layihədir. Binanın qarşısı açıqdır, bura eyvan hissəsidir. Bakıxanov rezidensiya binasıdır, burada yaşayanlar bilir. Mərkəzi yolu aradasa 100-150 metrlik məsafəsi var marşrut xəttinə. 76 nömrəli marşrut binanın qarşısından, binanın 100 metrəliyindən Neftçilər metro stansiyasına işləyir. Dostlar, qiymət haqqında məlumat verdim, evi ətraflı olaraq sizin üçün göstərdik. Allah xeyir versin. Evi dediyim kimi yüngül belə iş görmək olar, kosmetik işlər görmək olar. Bir müddətli yaşayış yoxdur. Yəni, kim istəsə zövqünə görə aboylardır. Patologda, yəni videoda görürsünüz, yüngül qaralmalar var. Onların hamısını yəni, alan adam inşallah təmir edib düzəldə bilər. Nəyə görə? Qiymət çox münasibdir. Yəni, 143 min manatla bu evimiz satışa çıxıb. Kim real fikir olsa, yəni qiymətdə çox cüzi endirim oluna bilər. Sənədləri soruşsanız, sənəd qupçadır, tam qaydasında, qupça, texpasport, bütün sənədlər qaydasındadır. Binanın lift sistemi də var. Dostlar, bu mənzillə bağlı nə sualınız olsa, nömrəm səhifədə qoymuşum. Buyurub əlaqə saxlaya bilərsiniz. Videolarımızı izləməyi, bəyənməyi, kanalımıza abunə olmağı da unutmayın. Sağ olun, var olun.